Bacılar, qardaşlar, mən də öz növbəmdə sizləri salamlayıram və yeni qoşulan dostlarımızı, bacıları, qardaşları, qonaqları da salamlayıram. Bizim Gəncədən gələn qonağımızı da salamlayıram. Xoş gəliblər. Deyilənə görə insanda ən sonda ölən bir şey nədir? Ümid. Elə sonda ölən insanda ümiddir. Nə baş verir bacılar, qardaşlar? İnsanın artıq ümidi kəsilir. Artıq insanın ümidi yoxdur. Nə baş verir insandan? Yəni belə bir nə baş verə bilər ki, insan yəni artıq heç nə yoxdur, bütün ümidlər kəsilibdir. Artıq insanda sonda ümid ölür. Yəni deyirlər artıq insanın yəni bax nə baş verir ki, belə bir şey baş verir. Yəni nə ola bilər ki, artıq bilirsiniz nətər? Bax bu dünyaya gəlirik, düzdürmü? Bu dünyaya gəlirik heç nəsiz. Nə kədər var, nə qəm var, nə qüssə var. Amma həyatdan əlimiz bir növ üzülür. Yəni ümid yoxdur. Ümid olmamağı, bu bilirsiniz hansı anlama gəlir. Tutalım ki, bax sizin ümidiniz var. Elə ümidiniz var. Sən bu dünyada bir ömür mü yaşayacaqsan? Yəni ölümsüz mü yaşayacaqsansa nəyəsə ümid eləyirsən. Nə baş verir? Bizdə ümid qırılır. Artıq deyirik ki, sonda insanda ölən bu ümiddir. Yəni nə baş verir ki, bilirsiniz mən nəyi demək istəyirəm? Əsas fikir olaraq nəyi demək istəyirəm? Ümid olar insanda, əgər əbədi yaşasan, ölümsüz yaşasan, o zaman deyərsən ki, hə, mənim ölümsüzlüyə, əbədiyyata ümidim var. Ona görə də, yəni mən artıq və yaxud bu dünyada ölməyəcəksən və bunun üçün sən cəhd eləyəsən. Onda sonda, bazımız dediyinə qüvvə, səndə sonda ölən onda ümid deyil də, yoxsa nədir? Deməli, biz belə qəbul eləməliyik, bir dindarda bu dünyaya aid olan bir fikir ola bilər. Bu, Allahın xalqına, Allaha inanan bir şəxsə aid olan bir fikir deyil ki, sonda ümid ölür. Bizim ümidimiz ölə bilərmi? Bizdə olan ümid hansı ümiddir? Ölməz, elə? İndiki bəs bu qədər ölüm, bəs bu qədər faciələr, bəs bu qədər itkilər hara qoyaq bacılar, qardaşlar bunlara? Ölüm insanın həyatında ifadə olunmayacaq bir boşluqlar bırakır. Ölüm. Təsəvvür edirsiniz, siz bir müddətdən sonra ananız olmayacaq. Bir müddətdən sonra atanız olmayacaq. Bir müddətdən sonra siz bu dünyada tək qalacaqsınız. Hə, bir müddətdən sonra sən olmayacaqsan. Yəni artıq insan elə bir boşluğa düşür. Yəni nəyə ümid bağlamış olursan onda? Bu dünyada yaşayan, dünyavi maraqlarla yaşayan insanın
Deyir, sonda ümid ölür də. Nə var yaxşı, sən bu dünyada əbədi qalacaqsanmı ki, nəsə yəni bir ümid edirsən? İnsanın həyatında müxtəlif itkilər olur, müxtəlif sınaqlar olur. Bunların da ən başında bu günləri ölüm gəlir. Ancaq müqəddəs kitab oxuyanda, Allahın sözünü oxuyanda və onu düzgün qəbul eləyəndə, Allah sanki bizə öz sözündə dayaq verir. Öz sözünlə dayaq verir. Bir dənə zəhmət olmasa deyil, müqəddəs kitabdan bir dayaq. Hə, bax belə sizə dayaq olacaq, sizə kədər anlarında, mövzumuz belədir. Kədərdə möhkəm qalağın. Kədərdə möhkəm qalmaq üçün müəyyən misallara biz baxacaq sizlə. Müəyyən 7 ruhlu fikrə biz sizlə baxacaq. Bu 8, 10, 15 ola bilər. Mən 7-sini sizin üçün seçmişəm. Nə deyir? Aha, bu bizim Karolni ayəmizdir. Mövzumuz da bununla bağlıdır. Bəli. Rəbbə ümid bağlayan yeni qüvvət alar, heç vaxtı utandırılmaz. Bacılar, qardaşlar. Bəli, bəli. Əsrlər Arzusu kitabında Elena White bacımız yazır. Deyir ki, Rəbb kədər çəkən ürəkləri diqqətsiz buraxmır. O insanın göz yaşlarını bir yerdə yazır sayır, bir yerdə yazır qablara yığır. Bacılar, qardaşlar, əgər biz bu dünyada əbədi yaşamalı olsaydıq, biz nəyəsə ümid eləyə bilərdik, düzdürmü? Ancaq Allah bu günləri bizi haranı ümid eləyir? Deyir, hara ümid eləyin? Göylərə. Deyir, göylərə baxacam, oradan mənə kömək gələcək, düzdürmü? Bugünkü gündə kədər anları bu İsa Məsih dedi, var. Hətta mən bu yer üzərindən gedirəm. Bundan betər olacaq sizin üçün. Amma sizə təsəlli verəcək bir qüvvə qoyacağım ki, o sizə ümid yeri olacaqdır. İndi biz sizlə kədər anlarında necə dayana bilərik? Kədər anlarında qəbul edəcəyimiz Allahdan gələn 7 dayağa sizlə baxacaq. Yenə də deyirəm, mövzunun arasında siz deyə bilərsiniz ki, qardaşımız, bu 8 də var, 9 da var. Mən onun hamısını qəbul edərəm. Problem deyil. Ancaq hal-hazırda seçilmiş 7 dənəsinə biz sizlə baxacaq. Deməli, biz birinci bunu qəbul etdik ki, kədər anlarında bu dünyaya ümid bağlamaq bizə dayaq deyil. Nəyə görə dayaq deyil, bilirsinizmi? Çünki biz bu dünyada müvəqqətiyik. Bu dünyada əbədi qala bilmirik deyə, ona görə bizim ümidimiz ora olmamalıdır. Birincisi, bacılar, qardaşlar, bu Filiplər 1-ci fəsil 21-ci ayədədir. Zəhmət olmasa mikrofonu götürün, qoy səsiniz tam eşidilsin deyə. Filiplər 1:21. Burada çox maraqlı məqamlar var. Mən istəyirəm ki, tam fikriniz Allahın sözündə olsun. Vacib bir məqamlar var, onlara diqqət eləməliyik və cavab verməliyik. Oxuyum. Filiplər 1:21. Bəli, oxu. Çünki mənim üçün yaşamaq məsihdir, ölmək isə qazancdır. Birinci, kədər anlarında biz nəyə diqqət eləməliyik? Bax, bunu qəbul etməliyik. Kədər anında bunu qəbul etməliyik. Birinci fikir, yaşamaq məsihdir, ölmək isə qazancdır. İnsanlar ölümə baxdıqca nə baş verir? Bu həyatda insanlar ölümə baxdıqca insanın ürəyi sanki bir boşluğa gedir, düşür. İnsan ruhdan düşür, nəyə gəlmişdin, nəyə yaşayırsan, bu uşaqlara çəkdiyin əzab, əziyyət, qurduğun ailə və s. ilaxir, hamısı sanki boşluqda qalır. Amma Allahın sözü nə deyir?
Fikriniz Allahın sözündə olsun. Yaşamaq Məsihdir. Kədər anlarında birinci dayaq nədir bizə? Bax, kədərə düşmüsünüz, düzdürmü? Ölümcül dərəcədə. İsa Məsih də ölümcül dərəcədə sınağa düşdü, düzdürmü? Ancaq o dayağı harada tapdı? Allahda tapdı. Ona görə bugünkü gündə yazır ki, yaşamaq Məsihdir, ölmək isə nədir? Bu dünyaya ümid bağlayan insanlar ölümə necə baxırlar? Ölümə sanki ümidsiz, yəni bilsiz nətər? Bu ölümlü həyat əlində olan ümidi də səndən çəkir alır. Artıq insanın... Bacılar, qardaşlar, indi siz böyük bir suala cavab verəcəksiniz. Mən inanıram ki, 25-lər, 30-lar, 15-lər bu suala cavab verə bilərlər. Mən buna əminəm. Nə deməkdir bu anlayış? Yaşamaq Məsihdir. Nə deməkdir? Yaşamaq Məsihdir, ölmək isə qazancdır. Filiplər 1:21 zəhmət olmasa bir də oxuyun. Çünki mənim üçün yaşamaq Məsihdir, ölmək isə qazancdır. Mikrofonla şeyə düşsün deyə deyirəm. Sağ olun. Çünki mənim üçün yaşamaq Məsihdir, ölmək isə qazancdır. Kim deyə bilər, mənim üçün yaşamaq Məsihdir? Buyurun. Mən bunun üstündən keçərəm, deyərəm. Ancaq mən istəyirəm ki, bir və bir hər birimiz bu ayəni deyir, dadın, yeyin, çiğneyin Allahın sözünü. Nə deməkdir? Yaşamaq Məsihdir. Məndən ötürü yaşamaq Məsihdir. Buyur. Sənin üçün yaşamaq Məsihdir. Birincisi, sən qəbul etməlisən, budurmu mənim üçün? Mənim üçün yaşamaq Məsihdir. Mən bunu qəbul edirəm və birinci buna baxacaq. Sonra bunu başlayacaq kommentariya verməyə. Birisi söhbətindən gedir. Ölmək bizim üçün qazancdır. Bunun hər birinin adli mənası var. Fərqli olaraq mənası var. Ancaq buyurun. Ölüm ola bilər elə qazancdır. Bir, zəhmət olmasa bir. Ancaq mən Məsihdə yaşayıramsa, Məsihdə ölürəmsə, diriləndə də Məsihdə diriləm. yox, suala cavab verin. Yaşamaq Məsih. Bir dəqiqə, bilirəm ürəyiniz doludur, cavab vermək istəyirsiniz. Ancaq bir zəhmət olmasa, çünki bizi dinləyənlər var. Yaşamaq Məsihdir. Sən dərk edirsənmi söhbət edən gedir? Yaşamaq Məsihdir. Yəni sənin yaşayışın bugün Məsihdirmi? Yəni mən demirəm, orada nələr var. Paul çox gözəl bunu araşdırır ki, deyir, yaşamaq Məsihdir deyəndə Məsih üçün yaşamaq deməkdir. Birisi söhbətindən gedir, sənin bugünkü yaşadığın həyat o Məsihdir deyəndə Məsih olmalıdır. Amma biz çox zaman öz həyatımızı yaşayırıq, bacılar, qardaşlar. Məsihi yaşamırıq. Məsihi yaşamaq tamam başqa bir şeydir. Buyurun, Malik. Yaşamaq üçün yiyir. Yaşamaq üçün yiyən adam Məsihi qəbul edirsə, elə yaşamaq üçün yiyir. Öləndə də kim ki, məsələn, bu ruhunu ki, sağlığında rəhmət qazanır, öləndə heç nə itirmir, elə o da qazanır. Baxın, bacılar, qardaşlar. Bax, fikir verin. Bugün biz öz həyatımızı yaşayırıq. Eləmi? Bax, yeyirik, içirik, gəzirik, deyirik daha yaxşı olsun, yaxşı yerləri seçirik, filan peşməkan həyatın gözünü götürməyə çalışırıq. Ancaq Məsih üçün yaşayan insan artıq o bütün dünyanı zibil sayır. Mən həftə ərzində çox düşündüm bu barədə ki, bizim yaşadığımız həyat bu Məsihdirmi? Yəni, yoxsa mənim mi həyatımdır, öz həyatımdırmı? Mən öz həyatımı mı yaşayıram bu günləri?
Əgər biz bu günləri Məsihə gəlmişiksə, Məsihi qəbul etmişiksə də, Məsihin həyatını Paul bilirsiniz nə deyir? Havari Pavel deyir ki, baxın budur Məsihin həyatını yaşamaq. Həyatın məqsədi Məsih olur. Eləmi? Həyatın mənası Məsih olur. Həyatın ölçüsü, meyarı Məsih olur. Elə? Xoşbəxtliyim elə istəyirsən, Məsihdə ölç. Mənam axtarırsan, Məsihdə axtar. Məqsəd mi axtarırsan, Məsihdə axtar. Bacılar, qardaşlar, Məsih yaşım, Məsih üçün demir orada. Çox maraqlı, bir də oxu zəhmət olmasa, istəyirəm Allahın sözündən hər dəfə oxuyaq. Deyir ki, yaşamaq Məsihdir. Məsih üçün yox. Deyir, yaşamaq Məsihdir. Yaşamın özü Məsih olmalıdır bizim üçün. Ona görə o həyatın məqsədi olmalıdır, həyatın epitsentri olmalıdır, mərkəzində olmalıdır. Mənim həyatımın mərkəzində Məsih dayanırmı? Yoxsa mənim ambisiyalarım mı dayanır? Mən istəyirəm, gedirəm harasa, mən istəyirəm filan işi görürəm, mən istəyirəm belə addım atıram. Ha, bacılar, qardaşlar, düşündürücü bir sualdır mı? Biz bugün kimin həyatını yaşayırıq? Məsihin mi, yoxsa özümün mü? Sən bu günləri öz həyatını yaşayırsansa, sən Məsihçi deyilsən. Artıq səndə Məsih qərar vermir. Ona görə getdi şeyin qulağını kəsəndə Peter. İsa Məsih götürdü, qulağı yerinə yapışdırdı, dedi, mən bunun üçün gəlməmişəm. Mən İsrailin, yəni o söhbət ruhlu İsraildən gedirəm, iki İsraildən yox. Mən Allahın itmiş quzularını tapmağa gəlmişəm. İsa Məsihin məqsədi nə idi? Mənim iradəm yox, mən atanın iradəsini yerinə yetirməyə gəldim. Eləmi? İndi bu günləri biz Məsihçi adlanıb, fikirləşin, bax bu dəqiqə, bax düşünəyin, Allah deyən kimi düşünəyin. Mən bugün, bu dəqiqə kimin istəyini yerinə yetirirəm. Sağ olun, bu günlər hər biriniz gəldiniz ibadət evinə. Hər biriniz gəlməklə onu göstərdiniz ki, biz bu günləri Məsihi araşdırırıq. Bəs buradan çıxandan sonra, bacılar, qardaşlar, kimin həyatını yaşayırıq? Fikir verin, dərsimizin adı belədir ki, kədərdə möhkəm qalmaq. Kədərdə, kədər anlarında möhkəm qalmaq. Deməli, bunun əksinə baxın. Mən bugün firavanlıqda yaşayıramsa, bu deyilən həqiqətlərin əksini etsəm, demək, mən nə edirəm? Mən kədərə düşürəm. Biz bu addımı atmaqla özümüzü kədərə aparıb sala bilirik. Hər vəziyyətdə fikrim, mənim həyatımda Allahın, yəni mən Məsihin həyatını yaşamıramsa, Məsih deyən kimi yaşamıramsa, mənim həyatımın məqsədi, mərkəzi, mənası Allah deyilsə, bacılar, qardaşlar, biz özümüzü aparıb kədərə sallıq. Kim kimliyini dəyişmək istəyər? Mən istəmirəm. Kim kimliyini dəyişmək istəyər? Mən sizə fiziki olaraq deyim, şəxsiyyət vəsiqəniz var elə əlinizdə. Kim gedib notariusa deyə bilər ki, mən dədəmi də dəyişirəm, anamı da dəyişirəm, mən ümumiyyətlə adımı dəyişirəm, familimi dəyişirəm, mən yeni doğulmaq istəyirəm. Bacılar, qardaşlar. Baxın, bu Məsihin həyatını yaşamaq, Məsihin həyatını söhbət eləmək, Məsihin həyatını yaşamaq bu kimliyini dəyişmək deməkdir. Bacılar, qardaşlar. Artıq deyir, mən yox, məndə Məsih yaşayır. Ha, bacılar, qardaşlar. Kim hazırdır kimliyini dəyişsin? Elə dəyişməyə hazırdır. Bacılar, qardaşlar, biz kimliyimizi dəyişməsək, göylərdə bir vətən var ki, ora başqa kimliklə girmək lazımdır. O kimliklə bıraxacaqları biz ora. O kimliyin başında yazacaqdır ki, göylər padşahlığının vətəndaşları. Azərbaycan yox, Amerika yox, İtaliya yox. Göylər padşahlığının
vətəndaşları, bunu biz indi dəyişməliyik. Bunu bu yerdeykən dəyişməliyik. Nə qədər ki Allah bizə möhlət verib, nə qədər ki bizim vaxtımız var, biz bu dünyada o kimliyi dəyişməliyik. Bacılar qardaş, deyir, ölüm qazançdır. Ölümü romantikləşdirmirik burada. Necə qazanc ola bilər ölüm bizim üçün bu günlərin? De. Ama deyir, nə qədər tez ölərsənsə, elə başa düşdüm. Nə qədər tez ölərsənsə, yanlış fikir. Nəyə görə yanlış deyirəm? Açıqdan birbaşa, çünki o başqa bir fikir şeyləyə bilər. Yox, o mənada Tez ölmək yox, bacılar, qardaşlar. Məsihdə ölmək, məsihdə də dirilmək demək. Qazancımız Bu dünyadakı ölüm, bacılar, qardaşlar, bu bizə bir keçiddir. Biz bunu belə qəbul etməliyik. Əgər bugünkü dünyadakı ölümü, bu həyatdakı olan ölümü biz qəbul etsək ki, bu bir keçiddir, yuxudur, o zaman ölüm nədir bizim üçün? qazanc. Qazançdır. Mən yaşadım, deyir, qaçışımı sona çatdırdım, mənim üçün həyat tacı hazırdır. Ölüm artıq qazançdır, bundan ötürü həyat tacına artıq çevrilmişdir, Paul deyən kimi. Bacılar, qardaşlar, ölümü özünə qazanc bilən, Məsihin həyatını yaşayan insan, bu insanın artıq həyat baxışı, o bucaq dəyişibdir. Artıq insan bir insan kimi bu dünyada olan insan kimi baxmır. İlm Nəvait yazır Böyük Mübarizə kitabında. Ölüm imanlı üçün yalnız bir yuxudur. Məsihin gəlişində o sanki bir an dincəlmiş kimi oyanacaqdır. Fikir versin nə gözəl yazır. İnsan Böyük Mübarizədə yazır. İsa Məsih gələndə artıq sən qalxanda elə biləcəksən ki, hiss eləyəcəksən ki, artıq dincəlibsən, artıq əbədi həyat üçün oyanacaqsan. Allah hər birimizi bu birinci dirilişdə dirilənlərdən etsin. Əgər belə vəziyyətdə qarşılayacaqsa. Biz bir şəxsi itiririk, düzdürmü? Elə bildi itirdik onu, düzdür? Baxın, necə təsir edir biz onda? Çətindir, yoxluğuna alışmaq. Bəs niyə o ölən insandan ölmürük? Ölənlər heç kim ölmür ki. Yox, bir dəqiqə, arkadaşlar, bizə fikir verin, diqqətlə qulaq asın. Yemək yemək istəyirsiniz, acıqsınız. Nə edirsiniz? Yeyirsiniz. Yeməyəndə nə baş verir? Ac qalır. Baş ağrısı olur filan peşməkan. Bax, indi də deyir ki, mən bu insansız yaşayanmaram da. Bəs niyə ölmürük sonra? Bax, bu avtomatik gəlmir, fikir verirsiniz ki, mən də gedim onunla bərabər ölüm. Çünki yaşamımız ona bağlı deyil. Həyatımız ona bağlı deyil. Birində bir bacımız gildə Tovuzda baş veribdi. Bizim çox suzayətimiz orada olubdu deyə oradan misal çəkirəm. Bir bacımız gildə oturub evlərində nəsə bir iş var idi, görürdüm. Bir də gördüm, səs-küy qopdu qonşudan. Yerimdən təmiz çıxdım, yəni belə işi tulladım. Qapıya çıxanda gördüm cəmaət bir qapıya axışır. Şey də olaraq, belə refleks olaraq da mən ora qaçdım da. Qaçanda gördüm bir dənə bacı, bir qonşu, bu bizim Ofla bacımızın qonşusu, sensitiv qız həyatına son qoyubdu. Mən tez yetdim, əlimi atdım, ağzını açdıq, orada bunu nəsə tökdük elədik ki, biraz özünə gəlsin. Xeyri yoxdur, içəri pişibdir, təmiz. Bu qızı maşına qoyduq, mənim maşınımdan. Heç kim götürmədi, nə qonum, nə qonşu. Götürdük maşına qoyduq birbaşa balnisiyaya, o şu balnisiyada keçirmişdi. Məktubda yazmışdı ki, ana, mən sənsiz yaşaya bilmədim, sən öldünsə, demək mən də öldüm. Və bu hadisə mənim gözümün qabağında baş verdi, əlimizdə keçindi həmən qız. Təsəvvür edin, bax, biz ora qədər yaxınlaşmalıyıq o məqama qədər, aydınlaşdırmaqdan ötürü. Bax, bu itki
Nə deməkdir bacılar, qardaşlar? Hansı nöqtəyə gəlib insan çata bilər ki, insanda hər şey qırılsın? Əgər ümidimizi insana bağlayırıqsa, elə olur. Heç nə ümidi yoxdur. Onun heç nəyi, onun övladını da itirmişdi o, həyat yoldaşını da, övladını da. Ona görə Kədər anlarında bizə dayaq olacaq birinci fikir. Nə idi? Biz ümidimizi Allaha qoymalıyıq. Biz o dayağa baxmalıyıq. Hansı o dayağa ki, artıq Məsih mənim üçündür. Əgər biz bu günləri Məsihi həyat kimi, İsa Məsih boş yeri demədi, yol, həqiqət, həyat mənəm. Bu həyatı yaşayın. Əgər biz o həyatı yaşaya bilmiriksə, öz həyatımızı yaşamağa çalışırıqsa, başımıza kədəri gətiririk. Day kədər anlarında Məsihə yaxınlaşmaq yox. Nabarot biz bununla öz kədəri başımıza gətirmiş oluruq. Romalılar 8:18-i zəhmət olmasa açın növbəti. Kədər anlarında biz bunu qəbul etməliyik. Nəyi? Daha doğrusu onu açıq vəziyyətdə saxla. 1-ci Saloniklər 4:16-nı mən özüm oxuyuram. Sən Romalılar 8:18-i aç. Rəbb özü əmrini səsləndirməklə. İkinci, Rəbb özü əmrini səsləndirməklə baş mələyin sədası və Allahın şeypuru ilə göydən inəcək. Əvvəlcə Məsihdə olaraq ölənlər diriləcəkdir. Bacılar, qardaşlar, kədər anlarında biz bunu qəbul etməliyik ki, dirilmə ümidimiz var. Dirilməyə nəyə görə biz bu qədər önəm verməliyik, bacılar, qardaşlar? Dirilməni bax bu qədər belə, nətər desək, belə yüksəkdə tutmalıyıq. Niyə bu barədə düşünməliyik biz? Çünki Niyə dirilmə bizə ikinci dayaq olmalıdır kədər anlarımızda? Çünki deyir Məsih dirilmədisə. Vədə görə, sonra sona qədər dözmək üçün, möhkəm qalmaq üçün Deyir ki, əgər Məsih dirilmədisə, vay bizim halımıza. Demək onda biz də yalançıyıq və o bütün vəd, hər şey puçdur. kədər anlarında deyir, biri-birinizə təsəlli durun. Nə üçün, nə ilə? Onunla, dirilməklə. Dirilməklə biri-birinizə təsəlli durun ki, mütləq dirilmə baş veribdir. Allah da bizi dirildəcəkdir. Öldün də sən elə bir. Başa düşdün mü? Anan öldü, atan öldü, sevdiyin insan öldü, elə bir ki, sən öldün. Elə belə düşünürsən, düzdürmü? Hətta fiziki olaraq özünü bayaq çəkdiyimiz misalda öldürənlər də var. Bu vəziyyətdə biz kədərə qapılmışıqsa, biz dirilməyə baxmalıyıq. İndi siz başa düşürsünüzmü ki, Lazarın yanına İsa Məsih niyə gec gəldi? Mən cavabı istəyirəm. Niyə Lazar... Həyatın onda olduğunu başa düşsünlər deyə. Bacılar, qardaşlar, hamınız bura baxın. Hamınız Allahın sözünə baxın, qulaq asın. İsa Məsih bilirdi ki, dirilmə onun yanına gedəcək. O, İsa Məsih yazır ki, orada ağladı. Birinci yer idi ki, orada ağladı. Niyə bilirsinizmi? İnsanların günahına görə özlərini nə vəziyyətə saldıqları. Niyə İsa Məsih orada ağladı, bacılar, qardaşlar? Çünki yolunu azmış insanları gördü. Dirilməyə heç birinin ümidi olmayan insanları gördü və onlar üçün ağladı. Bu günləri bizə dayaq, ikinci dayaq. Bu nədir, bacılar, qardaşlar? Dirilmə. Dirilmədir. Ölsə də belə bu bədən... Danielin 3 dostunu baxın. Nə dedi orada? Hətta Allah bizi xilas etdi. Hətta biz ölsək belə, biz yenə sadiq qalacaq. Ölsək belə biz bilirik diriləcək. Ölüm bizdən ötürü ona görə qazancı olur. Baxın, Romalılar 18-18 deyir ki, niyə biz dirilməni bu qədər vacib tutmalıyıq? İkinci dayaq olaraq kədər anlarında özümüzə qəbul etməliyik. Və yaxud dirilməyə inanmasaq, başımıza bütün kədərləri gətirəcək. Oxu, Romalılar 8-18. Belə düşünürəm ki, çəkdiyimiz indiki əzablar bizə zahir olan izzətlə heç müqayisəyə gəlməz. Dirilmə ona görə vacibdir ki, bacılar, qardaşlar, müqayisə oluna bilməz. İsa Məsih dirildi mi? Göylərdədirmi? Dirilmə nə qədər yəqindir bizim üçün? 100%. Ona görə də bacılar, qardaşlar, biz
Diriləcəksiniz, belə olacaq. Bu təsəlli deyil, bacılar, qardaşlar. Eşidirsiniz məni? Nə deyik? Kim dedi onu? Kim dedi o vədi? Halaldır. Yerində dediniz ha, yerində. Bacılar, qardaşlar, bu təsəlli deyil ki, ay sonra diriləcəksən, ölsən də belə, misal üçün Dilarə diriləcəksən. Bu təsəlli deyil, bu birbaşa vəddir. Mənim uğrumda İsa Məsih deyir, kimlər canını itirərsə onu mütləq geri alacaqdır. Bacılar, qardaşlar, gəlin bu vəddən möhkəm tutağın. Bu bədən yazır ki, müvəqqətidir, düzdürmü? Niyə müvəqqətidir? Çünki ağrı var, acı var, kədər var. Çürüməyə meyilli. Bu kədər də sənə təsəlli duran dirilmə olacaqdır. Bax o dirilmə, bacılar, qardaşlar, bunu necə ki biz Məsih həyatdır, eləcə də biz dirilməyə qeyri-adi baxmalıyıq. Nəyə görə? Çünki dirilmə, İsa Məsih gəldə biz də diriləcəyik. Nə qədər asad deyirsən bunu? Onun biz fərqinə varmalıyıq ki, dirilməni nəyə görə Allah təyin etdi. Bunu dünyavi bir insanların yanında desə sizə nə deyərlər? Ağılsızdılar. Yəni dirilmə mi var? Cənnət də, cəhənnəm də bu dünyada da. Yaşa keyfini elə çıx get. Da ikinci bir həyat bilirsən deyir, bu dünyaya bir də gəlməyəcəksən. Bacılar, qardaşlar, bu dünyaya düz deyirlər, biz bir də gəlməyəcəyik. Bu günahlı dünyaya. Amma Allahın təyin etdiyi o dirilmədə yazır ki, bütün bədən dəyişəcəkdir. Biz yeni bir bədən olacaq, yeni bir bədəndə Allahla qarşılaşacaq. Baxın, Səmanın Gözəllikləri kitabı var Yelena White'ın, orada nə yazır? Səmanın, eşitirsiniz belə bir kitab? Göylərin gözəlliyi. Orada yazır, deyir ki, dirilmədə bədənlər günahın bütün izlərindən azad olacaqdır. Dirilmədə insanın fani olan bədəni tamlığınla azad olacaqdır. Əlil arabasında olan bir insan belə deyir, bu məşhur bir deyimdir. Mənim ayaqlarım bu dünyada işləmir, amma səmada mütləq qaçacam. Mütləq ceyran kimi qaçacam. Bunu dindar bir şəxs deyibdir. Hə. Nick Vujicic, hə. O da artıq məsihçi olubdur da biləsiniz. Üçüncü bacılar, qardaşlar, bu yaradılış 18-25-dədir növbəti dayaq. Kədər anında bizə ola biləcək dayaq. Birinci dayaq hansıydı? Birinci Məsih. Yaşamaq Məsihdə Məsihdə yaşamaq, Məsihin həyatını yaşamaq. İkinci dayaq nə idi? Dirilmə. Dirilməyə inam etmək. Üçüncü dayaq bacılar, qardaşlar. Yaradılış 18-25. Məni buradan oxuyuram, siz mənlə bərabər izləyin. Axı sən bunu eləməzsən İbrahim deyir Allaha. Ölüm mələyi enir Sadom Hamorra şəhərini məhv eləməyə. İbrahim Allaha nə deyir 18-25-də? Axı sən bunu eləməzsən, məhv eləməzsən. Salih adamı günahkarlarla birgə öldürməzsən. Salih adamın aqibəti günahkarınki kimi etməzsən. Sən bunu eləməzsən. Bütün dünyanın hakimi belə ədalətçidir. Allah'a necə də gözəl tanıyır. Biz tanıyırıq mı bu gün Allah'a? Sən etməzsən. Bəli, bacılar, qardaşlar, bütün yaxşılıqlar hardan gəlir? Tamamlayın. Nurlar atasından gəlir. Ona görə bacılar, qardaşlar, Allah onunla diyaloqa girdi. Bir də görsən bir insan çıxır qabağına, deyirsən ki, danışmağa dəyməz bundan. Allah da 420 ilə İsrail xalqıyla danışmadı. Elə o susqunluq dövründə. Danışmadı. Niyə? Çünki danışacaq bir şəxs tapmadı. Sonda Musanı ortaya çıxartdı. Ona dedi, üzbəyüz danışdı ondan. İbrahim'i sonra tapdı, İbrahimlə danışdı. Musa ilə danışdı, İlyasla danışdı. Bacılar, qardaşlar,
Üçüncü dayaq bu kədər anlarında bunu biz qəbul etməliyik ki, Allahın ədaləti, Allahın ədalətinə etibar etmək. Bu üçüncü dayaqdır bizə. Məhv eləməyə gəlincə, kədərə düşürsən, artıq məhv olursan, ailə dağılır, o dağılır, bu dağılır, kədərdəsən, elə bu mövzu ürəyi sıxır da, düzdürmü bacılar, qardaşlar? Artıq məhv olan bir şey var, bir ailə var, bir həyat var. Amma Allah, bacılar, qardaşlar, bizdən cavab verməyi yox, nəyi gözləyir? Etibar etməyi gözləyir. Allah gözləyir ki, biz ona cavab verməyək. Bunu elədim, bunu elədim, bunu elədim. Allah gözləyir ki, biz etibar eləyək ona. Üçüncü fikrin əsas fikri budur ki, biz Allahın ədalətini sorğulamamaq, Allahın ədalətinə etibar etmək. Allah bunu bu günləri bizdən gözləyir. Kim deyə bilər ki, Allah hökmlə, son dövrdə hökmlə qərar verməyəcək, ədalətli qərar verməyəcək. Kimsə şübhə eləyirmi bunda? Yox. Bütün yer üzünün hakimi ədalətlə hökm etməyəcəkmi? Sual bu günləri budur, bacılar, qardaşlar. Yeni Lüğət yazır. Məsihə aparan yol kitabında yazır. Bu Nəşəmbə məktəbində də biz bunu şeylədik, oxuduq. Allah heç kəsə qarşı haqsızlıq etməz. Hər insan aldığı nur qədər mühakimə olunacaqdır. Allah'a aparan yol kitabında yazır. Allah heç kəsə qarşı haqsızlıq etməz. Hər kəsə öz nur qədər, ona açıldığı nur qədər mühakimə edəcəkdir. Allah mərhəmətlidir və ədalətlidir. Bax, burada deyilir. Birinci Saloniklər 4:13 növbəti 4-cü kədər anında biz bunu qəbul etməliyik. Bax, bu dayağı özümüzə qəbul etməliyik. Axı insanın ölüb dirilməsinə inanırıqsa, demək İsa'ya bağlanaraq vəfat edənləri də Allah onunla birgə qaytaracaqdır. Nəyi burada özümüzə dayaq götürməliyik? 4-cü. Oxuyun onu. Ha. 4-cü. Oxu. Qardaşlar, vəfat edənlər haqqında bir xəbər qalmağınızı istəmirik ki, ümidsiz olan digər adamlar kimi kədərlənməyəsiniz. Nə üçün kədərlənirik, bacılar, qardaşlar? Ölənlər üçün deyir kədərlənməyin. Başqa onları kimi. Çünki dirilmə var. Yəni, əlinizdədir, deyirik, kitab deyir deməyinə, amma əlimizdə deyil axı. Ölənlə bərabər də biz ölürük. Bəs biz nə etməliyik? Kədərlənməməliyik. Etibar eləməliyik. Allaha etibar etməliyik. Deməli, kədər var, eləmi? Ölüm baş verir, ölüm gəldi, kədər gəlir. Amma kədərlə bərabər nə gəlir? Ümid gəlir. Kədər var, amma ümidsiz deyilik. Niyə insanlar ölənlərlə birgə qalır, orada da qalır, onunla bərabər ölürlər? Çünki insanların ümidi yoxdur. Artıq o insanı yola saldı, başa düşdünüz? Sevdiği bir insan getdi. Bacılar, qardaşlar, bu sevmək bilirsiniz hansı anlama gəlir? Allah'ta sevinç tam bu dünyada sevinç tam değil. Ama biz özümüzü almadırıq. Ama sevinç Allah'ta tam olur. Bilirsiniz mi? Fikir verin. Bak, sen ananla, dədənlə, uşağınla mı gəlmisən bu dünyaya? Ha? Ne baş verir yaxşı? Bak, ne baş verir ki sen kədərlənirsən? Yo, mən dünyavi deyirəm. Bir qohumunuz dünyasını dəyişdi, ya əziziniz, evladınız da ola bilər, yaxın da ola bilər, nə bilim, ata-ana da ola bilər. Bacılar, qardaşlar, sən tək qalsaydın, evlənməsəydin, kiminsə üçün kədər eləyəcəkdin? Yox.
Bəs necə oldu? Səndən dünyaya gələnə sən kədərlənirsən. Nə baş verdi? Ona mən Allahın hədiyyəsi Psixoloji ruslar demiş də, belə həmişə dedim, irad tuturlar ki, rus dilində işlə demə. O söz olaraq gəlir də. Baxın, bu sadəcə olaraq sən bağlanırsan. Bağlandığına görə sən ona daha çox önəm verirsən. Allah deyir ki, İsa Məsih deyir ki, atasını, anasını məndən çox sevən mənə layiq deyil. Atasını, anasını məndən çox sevən mənə layiq deyil. Hətta burada uşağı da əlavə eləmək olar, düzdürmü? Əzizlərini də əlavə eləmək olar. Məndən çox sevən. Niyə? Sən əgər ona daha çox bağlanacaqsansa da, sən həqiqəti, dirilməni unudacaqsan. Məsihdə yaşamağı unudacaqsan. Sən əgər bir insana bağlanarsansa, bütün dayaqlarını itirəcəksən. Ən gözəl dayaq nədir? Allah deyir, bax buna söykənin. Nə idi birinci? Məsihin həyatı. Elə Məsihin həyatını yaşayıb buna söykənməlisən. İkinci nə dedik? Yadınıza salın. İkinci dirilmədir. İkinci dirilməkdir. Dirilməyə söykənməliyik. Mən dirilməyə söykənsəm, mən biləcəm ki, bu insan dünyasını dəyişdi, mütləq bunu qiyamətdə Allah mənə qaytaracaqdır. Düzdürmü? Üçüncü nə dedik? Ədaləti. Allahın ədaləti. Allah ədalətli davranacaqdır. Ölüm üzərində ədalətli davranacaqdır. Artıq ölümü sonunda məhv eləyəcəkdir Allah. Dördüncü də odur ki, bacılar, qardaşlar, ümidə biz bel bağlayacaq. Hansı ümidə? Allaha olan ümidə. Bəli, kədər var, amma kədərlə də bərabər nə var? Ümid var. Bu uşağı mən dünyaya gətirdim deyə mən ona bağlanmalıyam mı? Bağlanırsan, dayaqları itirəcəksən. Niyə? Bağlanacaqsansa, Allah onu əlindən alsa sənin, eləmi? Neyəcəksən? Allaha başlayacaqsan üsyan eləməyə. Cavan getdi, 18 yaşında, 20 yaşında. Üsyan eləyəcəksən, bütün dayaqları bir-bir itirəcəksən. Məsihə üsyan eləyəcəksən ki, niyə belə cavan idi də? Nağarmışdı ki, kimə, neynəmişdi? Amma sən ümidlə baxsan o vəziyyətə ki, Allah onu sənə qaytaracaqdır. Və ya indi dördüncü də dediyimiz kədər var, ancaq ümidsizlik yoxdur. Bu dünyada var ümidsizlik. Çünki o, uşağını itirdiyinə görə, əzizini itirdiyinə görə ümidsizliyə qapıldı. Niyə? Çünki onu heç kim bir də qaytarmayacaqdır. İnsan ümidsizliyə qapılır. Ancaq bizim ümidimiz yalnız Allaha olur. Ümid kədəri ləğv etmir. Amma onu daşımağa köməklik edir. Yeni-Vat yazır ki, ümid imanlıların qaranlıq gecələrdə yanan çırağıdır. Necə deyir? Yaxşı fikirdir. Yaxşı fikirsə yadımızı saxlayaq. Ümid imanlı insanların qaranlıq gecədə yanan çırağıdır. Ümidimiz solmaz. Məsihçilər, bacılar, qardaşlar, ağlamırlar mı? Ağlayırlar. Amma ümidsiz ağlamırlar, düzdür? Ağlayırlar, ümidlə ağlayırlar. Düzdürmü? Əsas, vacib olan məqam bu günləri budur. İsa Məsih demədi ki, kədəriniz olmayacaqdır bu dünyada. Dedi, kədəriniz olacaq, cəsarətli olun, çünki mən bu dünyaya qalib gəldim. Ona görə biz bu günləri kədər də var, istər-istəməz olur da, fəlakətlər də olur. Ancaq biz bu günləri Allahla birgə ağlayırıq. Amma İsa Məsih ümidsiz ağladı. Kimin üçün? Orada ney çalanlar üçün və bir də sonunda Yerusəlim üçün. Dedi ki, vaxtında gəldi sənə xilaskar, amma sən onu dərk etmədin. Mən yığmaq istədim, siz yığılmadınız bir yerə. Bax, ümidsiz ağlamaq elə olurdu. Amma biz bu günləri ümidlə ağlayırıq. Biz ağlayanda ümidlə ağlayırıq. Amma dünyavi insanlar bu ümidsiz ağlayırlar. Çünki bir də gəlməyəcəkdir onlar dünyaya. Bizim ümidimiz bu günləri Allahadır və onun Məsihinədir, onun xilasınadır. 5-ci bacılar, qardaşlar, Zəbur 62, 5-dədir. Zəhmət olmasa çağın. 5, 6, 7 tez qutarıq.
Zəbur 62. 62-ci fəsil 5-ci ayə. Növbəti dayaq bacar. 4-cü dayağı da gəlin təkrarlayaq. Nə idi 4-cü dayaq? Ümid. Ümid. Hansı ümiddən söhbət gedir? Aha. Deməli, kədər var, amma ümid də var. Biz o ümidə bel bağlayırıq. 4-cü dayaq bizim ümidimiz olmalıdır ki, bizə Allah bunda dayaq durur. 5-ci dayaq Zəbur 62-5. Oxuyuram. Ey qəlbim, sükutla Allahı gözlə. Çünki ümidim ondadır. Aha. Kədər anlarında bunu qəbul etməliyik. Nəyi? Sükutla gözləmək, sakit gözləmək. Allahın mərhəməti, bacılar, qardaşlar, həyatdan da üstündür. Məhəbbətidir. Məhəbbətin həyatı. Ey qəlbim, sükutla Allahı gözlə. Çünki ümidim ondadır. Bura biz ümid deyə bilərik, amma burada ümiddən də artığı var. Bu, Allahın mərhəmətidir. Ümid, bilirsiniz nəyə ümid olunur? Misal üçün, yaxşı məktəbi oxu, ümidin nəyədir? Yaxşı iş tapmaq. Yaxşı iş tapacaqsan, eləmi? Ya, mən oxumuyursan, sınır ki, fəhli olacaqsan, misal üçün, 5-dən 3-dən, indi mən fəhlənib istəmirəm, özüm də fəhləyəm. Fəhlənib istəmirəm. Məqsəd o deyil. Məqsəd odur ki, bu günləri biz işləməyə heç bir bacarığımız yoxdur, amma ən gözəl işi Allah bu günləri bizə götürür. Yadınıza gəlir, keçən həftə biz araşdırdıq bu üzüm bağına işləməyə gələnlər, hansı ki, ağa çıxır, çıxıb kimləri tapır orada? Gün ərzində işləyə bilməyən insanları, tənbəl insanları hamını çağırır öz bağında işləməyə. Bu günləri Allah demək istəyir ki, mənim mərhəmətim həyatdan da, ümiddən də belə üstündür. Bu həyatda biz ən yaxşı həyat axtarmamalıyıq. Ən yaxşı həyat nədir? Allahın özüdür. İsa Məsih ona görə deyir, yol, həqiqət, həyat mənəm. Mənim vasitəmlə olmadan heç kim atanın yanına gedə bilməz. Olurmu ki, bacılar, qardaşlar, biz həddindən artıq bağlanırıq bu həyata? Müvəqqəti dediyimiz, mənasız dediyimiz, ay hamını yeyib yutan həyat, dünya dediyimiz 5 günlük, sağ olam, yaxşı gedirədir. O 5 günlük, deyir ki, həyat 5 günlük, dünyada onun ikisi vuxadnaya düşür. Üçü qalır, onu da yeyib kef elə. Amma bir qırıq böyrəyə ağrıyan kimi düşür həkimə, deyir, hay həkim, kəs, tullay onu, o şeydir, nədir? Ağrıdır, duzdur, daşdır, nədir, bilmirəm. Bəs 5 günlük dünyaydı da öl get də. Ona görə bacılar, qardaşlar, bu həyatı Allah veribdirsə də biz onu normal şəkildə, Allah istəyən şəkildə yaşamalıyıq. Sizə elə gəlmirmi ki, bəlkə də bu məndə mi belədir və yaxud ola bilsin sizdə də mi elədir? Problemlər, bu kədərdir, problemlərdir. Bu bizim prioritetlərimizdən əmələ gəlir. Yox, qeyrimiz yox. Üstün öncəliklərimiz. Problem bizim başımıza nədən gəlir? Önə nəyi qoyuruq, öndə nəyi tuturuq, o da başımıza gəlir. Bəs neynək onda? Birinci yerə Allah'a qoymalıyıq. Allahın padişahlığını və onun salihliyini axtarır. Qalan hər şey əlavə olaraq veriləcəkdir. Kədər anlarında, bacılar, qardaşlar, 5-ci bizə nə dayaq dururdu? Dayaq bilirsiniz də, söykənə bilirsiniz ona. Həyatda hər şey yox olacaqdır, amma bu dayaqlar mütləq qalacaqdır. Məsihə etibar edənlər nə yazılır? Utandırılmayacaqdır. Utandırılmayacaqdır. Bəli, Allahın mərhəməti həyatdan da üstündür. Hətta ümiddən də belə üstündür. Çünki Allah mərhəmət etməsəydi, oğlu göndərməzdi, bizim də xilasa ümidimiz qalmazdı. Demək, ümiddən üstün olan bu Allahın mərhəmətidir, rəhmidir, lütfüdür ki, bu günləri biz, ona görə də bizim üçün ən vacib olan bu prioritetlər Allahın özü olmalıdır. Ona görə isə Məsih dedi, bizə də yol, həqiqət, həyat mənəm. Yəni, bundan savayı sənin heç bir seçimin olmamalıdır. Öz həyatını yaşamamalısan sən. Sən mənim həyatımı yaşamalısan. O zaman əldə eləyəcəksən sən əbədi həyatı.
6-cı bacılar, qardaşlar, bu Süleymanın məsələləri 18-24-dədir. Özüm oxuyuram. Dost çoxaldan özü özünü yıxar. Amma qardaşdan daha yaxın dost var. Heç fikirləşməyim ki, bu kimdir bu dost? Məsələlər 18-24. Süleyman Peyğəmbərin kitabından. Məsələlər 18-24. Dost çoxaldan özünü yıxar. Amma qardaşdan da daha yaxın dost var. Bacılar, qardaşlar, qardaşdan da yaxın olan dost kimdir sizdən? Burada filosof olmağa ehtiyac yoxdur, düzdürmü? Böyük imana sahib olmağa mümkün ehtiyac yoxdur. Bu dost, bəli, bu günləri İsa Məsihin özüdür. İnsanlar sənin həyatından gedə bilər. İnsanlar yerini dəyişə bilər. Amma İsa Məsih heç vaxt getmir. Mənim yanıma gələni İsa Məsih deyir, mən tərk etmərəm. Elə mi deyilir? Yoxsa başqa cür deyilir? Mənim yanıma gələni əsla mən tərk etmərəm, İsa Məsih deyir. Elena White isə deyir, Peyğəmbərin Ruhu kitabında, İsa tənha ürəklərin ən yaxın dostudur. Elena White yazır. Ola bilər insanlar bizi anlamasın, ola bilər insanlar bizi dinləməsin, ola bilsin insanlar bizim ağrımızı, acımızı görməsin, amma onları görən yalnız bir nəfər var. İnsan deyə bilərik biz ona. Bir insan var. Əlbəttə ki, bu günləri, bu yer üzərində olan bütün bu ağrını, acını çəkən bir şəxs var idi. O da İsa Məsihdir. Fikir versiniz, bacılar, qardaşlar, bəs yer üzərində İsa Məsih bu dayaq özünə necə? Bugün biz İsa Məsihi dayaq görürük də, deyirik. Onun sözləri, onun həyatı, onun həyatımızda məqsədi. Bəs İsa Məsih kimə söykəndi? Ataya. Tərk etməyən dost bu İsa Məsihdir. Dosta dayanacaqsan. Dayağın dost olacaq sənin. Hansı dostdan söhbət gedir? İsa Məsihdən. Mən sizə bir dəfə dostu açıqlamışdım. Yadınızdadır mı? Olmayanlar üçün də, bilməyənlər üçün də deyirəm. Dəmir, od, su, torpaq, 4 sözün birləşməsindən götürülür. Ən azından bizdə dost sözü bizdə çıxdığına görə biz bunu belə qəbul edirik də. Anlamı. Dəmir, od, o, s, yəni dost sözü. Dəmir kimi möhkəm, ot kimi yanar, su kimi axar, torpaq kimi bəhrəli olmalısan. Hələ sən bir bunları keç hələ. Sən bunları keçsən, gəlib İsa Məsihə dirənəcəksən, düzdürmü? Orada bənd tapacaqsan. Çünki əsl sevən, əsl qayğı görsədən İsa Məsih oldu. İndi baxın, görün İsa Məsih hara istiqamətləndirdi. İsa Məsihin yanına gəldilər ki, dədən, anan, qardaşların çöldədir, səni gözləyir. İsa Məsih neynədir? Mənim sözümü dinləyən hər kəs bu mənim anam, bacım, qardaşımdır. Kimdən söhbət getdi? Bizdən bu günlər getdi. Əgər biz bu günləri biri-birimizə dost olacaqsa, demək biz İsa Məsihə dostuq. Əgər biz bu günləri İsa Məsihə dayanmaq istəyirsə, İsa Məsih də hara istiqamətləndirir? İnsanlara. Demək ki, biz bu günləri biri-birimizə dayaq durmaqla biz İsa Məsihin qoyduğu qayda qanunu icra etmiş oluruq. Bəs deyilmirmi ki, məhəbbət göstərmənizdən bilinəcəkdir ki, siz mənim evlatlarımsınız, mənim şagirdlərimsiniz. Süleyman Yaxşı deyir, dost çoxaldan özünü yıxar, amma qardaşından da yaxın dost var, bu da ki, Allahdır. İnsanlar həyatımızdan gedə bilər, amma İsa Məsih heç vaxtı getmir. Növbəti, sonuncu tamlıq olan 7-ci dayaq, bacılar, qardaşlar. İbranilər 6-19-dadır. Zəhmət olmasa oxuyaq. Amma oxumayın hələ oranı. Çox maraqlıdır. Biri var ümid. Xəstələnir insan. Həkimə gedəksən, ümidin var, sağalacaqsan. Eləmi? Deyirlər ha, filan həkim var, çox yaxşı həkimdir. Ümidin var. Ancaq bacılar, qardaşlar, biri də var ki, sarsılmayan ümid. Nədir bu sarsılmayan ümid? Allah'a, Məsih deməyin, amma sarsılmayan ümid.
O ümumidir. Qurban, Amma orada bir ad var. Orada bir ad var. baş kahin. Orada bilirsiniz də sarsılmayan ümidin bir adı var. Oxuyum. Haran oxuyaşsan? 6-19-u. Mən 6-19 dedim. Yaxşı oxu. Can lövbərimiz kimi möhkəm və sarsılmaz olan bu ümid məbədin pərdəsinin arxasındakı iç otağa daxil olur. Can lövbəriniz kimi möhkəm və sarsılmaz olan bu ümid məbədin pərdəsinin arxasındakı iç otağa daxil olur. Söhbət kimdən gedir? İsa Məsihdən qurban, baş kahin, hansı? Əslində oraya insan daxil olmuyor. İsa Məsih biz bilirik ki, yəni göstərməyə gəlmişdi, düzdür? Əhd-Əhtikdə də onu göstərirdilər. İldə bir dəfə kahin nə edirdi? Baş kahin ancaq girər. Baş kahin nə edirdi? Qurbanları götürürdü, girirdi içəridə səpirdi ora və bununla da kəffarə qurbanını təqdim etmiş olurdu. Bacılar, qardaşlar, lövbər nədir? Kim deyər? Lövbər bilirik də nədir? Lövbər gəmide olur da. Gəmi gedir, eləmi? Onun lövbəri. Birinci lövbər hara atılır? Suyun içine. Suyun içinə. Yani onun tarazını birinci saklarsın. Yanlış. Ən dərin yerdə lövbər salmaq olmur. Sahilə yaxın yerdə lövbər salırlar. Nə baş verir lövbər düşəndə? Lövbər gedir torpağa. Yapışır, gəmini saxlayır. Bacılar, qardaşlar, bizim bu günlərə yazır ki, görün nə gözəl yazır. Deyir ki, can lövbəriniz, bizim can lövbərimiz bugünkü gündə torpağa atılmır. İsa Məsih deyir, torpağa düşsəniz belə oradan sizi qaldıracağım. Can lövbəriniz kimi deyir, bunu öz-özündən demir. Bizim can lövbərimiz torpağa yox, göylərə atılıbdır. Amin deyə bilərikmi? Bizim bugünkü gündə can lövbərimiz Məsihdə atılıbdır, göylərə atılıbdır. Ona görə yazır ki, onlar o biri həyatı gördülər, uzaqdan salamladılar, öldülər. İman qəhrəmanlarını, İbranilərdən boş yerə oxumadıq. Onlar o biri həyatı gördü. Bu günlər bizim gedişatımız oradımı? Lövbərimiz ora mı atılıbdır, yoxsa yerə mi atılıbdır? Yerə mi bağlanırıq biz? Yazır ki, xəzinən harda? Ürəyində, orada olacaqdır. Əgər bizim xəzinəmiz bu yerə atılıbsa, bizim lövbərimiz İbranilər 6-19-da deyən kimi can lövbərimiz bugünkü gündə bu dünyaya atılıbdırsa da, bu dünyada da ilişib qalacaq. Çünki gəmidən o lövbəri buraxanda hansı ümidlə buraxırlar? Torpağa tuta biləcək. Torpağa tutmasa o havada qalır. Havada bu günləri biz qala bilmərik. İki ağaya qulluq eləyənmərik. Ya birini sevib, birinə nifrət eləyəcək. Bugünkü gündə Allah istəyir ki, bizim can lövbərimiz səmadakı müqəddəslərin müqəddəsinə bağlansın. Bizim can lövbərimiz ora bağlanmalıdır. El-Nəvat yazır, Məsihin qanı imanlıların ən möhkəm təminatıdır. Gələn həftə o qandan möhkəmlənəcək biz. O qandan təminat olaraq yenidən biz xilası dadacaq. Ona görə də biz ona hazır olmalıyıq. Sonda nəyi demək istəyərdim? Bacılar, qardaşlar, mövzumuzda başladığımız kimi, bax bu kədər anlarında sanki dalğa gəlir də, bir dalğa gəlir, iri bir dalğa gəlir, elə kədər gəlir. Dalğalar o güclü formada gəlir, bilirsiniz də, belə görürsünüz 150-200 metrəyə də tsunamilər qalxa bilir dalğa. O deməkdir ki, bu şəhəri yiyib bitirəcəkdir. Dalğalar, bacılar, qardaşlar, nə qədər güclü olsa da, söhbət nədən gedir? Atılan lövbərdən gedir. Əgər bizim kədərimiz nə qədər dərin olsa da, nə qədər biz kədərdə olsaq da, dalğaların gücü bol olsa da, bizim lövbərimiz əgər Məsihdədirsə, atılıbdırsa da ora, o deməkdir ki, biz dayana biləcək, o dalğanı keçirə biləcək. Müqəddəs kitab heç vaxt kədəri inkar etmir. Amma ümidsizliyə də yol vermir. Müqəddəs kitab ümidlə dolu olan bir kitabdır. Mən bizi izləyən izləyicilərimizə də demək istəyirəm ki,
hara getsək də, neynəsək də son nəticədə Allah istəyən olacaqdır, düzdürmü? Ona görə də Allah istəyəni bilməkdən ötürü biz Allahın sözünə müraciət etməliyik. Qoy Allah hər birimizi xeyirli olasın, bacılar, qardaşlar. Bu həyatda atacağımız lövbər Allahın məskəni olsun. Amin. Dua edin.